Şəmkir rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Hadisə bu ilin avqustun 31-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini 1990-cı il təvəllüdlü Vüsalə həmin gün saat 21 radələrində yaşadıkları evdə keçmiş əri İslam ilə mübahisə edib. Mübahisəyə səbəb İslamın onun başqa şəxslərlə sevgili münasibətlərində mobil telefonla danışıqlar aparmasına narazılıq etməsinə görə yaranıb. Mübahisə zamanı qadın bıçaqla bir dəfə keçmiş ərinin qarın nahiyəsinə vurub. Hadisəni törədən Vüsalənin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Vüsalə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, İslam onun keçmiş əridir və boşansalar da uşaqları ilə birlikdə Şəmkir rayonunun kəndində eyni evdə yaşayırlar. Avqustun 31-də saat 21 radələrində evdə olduğumuz vaxt İslamla telefonla danışmaqla bağlı mübahisələrimiz oldu. İslam mənim boğazımdan əli ilə tutaraq sıxdı, məni yerə yıxdı. Mən də əsəbləşərək həmin vaxt yanımda olan stolun üzərindəki mətbəxdə istifadə etdiyim bıçağı götürdüm. İslamın aşağı qarın nahiyəsinə bir dəfə bıçaqla vurdum. Sonradan əməlimdən peşman oldum deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş İslamın sözlərinə görə Vüsalə onun keçmiş həyat yoldaşıdır. Rəsmi olaraq heç bir yerdə işləmirəm. Fərdi əmək fəaliyyəti ilə məşğul oluram. Biz 2007-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşduq. Rəsmi nikahımızdan 4 övladımız olub. Aramızda heç bir ədavətimiz, düşmənçiliyimiz olmayıb. Əvvəllər münasibətlərimiz normal olub. Bizim münasibətlərimiz sonradan pisləşməyə başladı. Bunun üçün də 2017-ci ildə rəsmi olaraq boşandıq. Lakin boşansaq da bir evdə uşaqlarla birlikdə yaşadıq. Aramızdakı dava-dalaşın əsas səbəbi keçmiş arvadım başqa şəxslərlə sevgi münasibətlərində olaraq mobil telefonda danışması üstündə yaranıb. Bunun üçün tez-tez münaqişələrimiz baş verib. Biz boşansaq da uşaqların saxlanılmasını məhkəmə tərəfindən mənə həvalə edilib deyə zərər çəkmiş ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, avqustun 31-də təxminən saat 17 radələrində işdən evə gəlib. Həmin vaxt cibimdə olan 12 manat pulu uşaqlara xərcləmək üçün verdim. Sonra yatıb axşam tərəfi oyandım. Şalvarımın cibində olan pulu Vüsalədən xəbər aldım. O isə cibimdə olan puldan xəbəri olmadığını bildirdi. Lakin bundan əlavə Vüsalə mobil telefonla başqa şəxslərlə danışıb, mən ona kiminlə danışdığını xəbər aldıqda o yaxşı edirəm dedi. Bunun üçün aramızda mübahisə baş verdi. Baş vermiş mübahisə zamanı keçmiş arvadım nalayiq ifadələr işlədərək söyüş söydü. Üstümə gələn zaman onun boğazından tutaraq kənara itələdim. Bu zaman Vüsalə üstünün üzərindən olan bıçağı götürərək sol ayağımın bud nahiyəsinə bir dəfə zərbə vuraraq mənə bıçaqla xəsarət yetirdi. Mən Vüsalənin əlində olan bıçağı alaraq stolun üzərinə attım. Daha sonra davamız sakitləşdi. Bir qədər sonra oğlum evə gəldi. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdim deyə təqsirləndirilən şəxs ifadəsində belə qeyd edib. Bu cinayət işinə Şəmkir rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib, bu səbəbdən zərər çəkmiş təqsirlənən şəxsə qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, Vüsalə cinayət məsuliyyətindən azad edilib. O iş üzrə icraata xitam verilib. Bundan başqa, Bakının Sabunçu rayonunda 30 yaşlı kişi keçmiş arvadını döyüb. Hadisə bu ilin sentyabrın 7-sində rayonun Zabrat qəsəbəsi Yeni Yaşayış Masivi Mehdiyev küçəsində baş verib. Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Emin həmin gün saat 16:00-da
keçmiş həyat yoldaşı İlahə ilə Mehdiyev küçəsi nömrəsiz evin hamam otağında mübahisə edib. Aralarında ailə məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə keçmiş arvadının üz nahiyəsinə bir neçə dəfə vuraraq onu döyüb. Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Bu işə Sabunçu rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərər çəkmiş ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.